Bir çoxlar deyirlər ki, Qarabağlı ermənilər erməniləşmiş Albanlardır. Onların dili də çox fərqlənir Yerevan ermənilərin dilindən. Bu barədə eşitmirsiniz? Bəli. Deməli, 1960-cı illərdə mən Qarabağlıyam, Füzuli rayonunun Merdinli kəndindən də doğulmuşam. Və o zaman bizim kəndlərdə tağdan, tuğdan gələn ustalar işləyir. Çox yaxşı ustalardır. Və sən deyim ki, bizim bu Azərbaycan ustalarının ki, bu günləri üzrə gəlirsən, keyfiyyətsiz iş görür, yalançılıq eləyir. Onlarda bu yox olur. Öz işlərini çox belə peşəkarlıqla görürdülər, vaxtında görürdülər, verdikləri sözə kimi əməl eləyirdilər. Və onların danışıqlarının şahidiyəm ki, mən o vaxt uşaqdım. Ancaq deyirlər ki, bizim uşaqlar İrəvanda təhsil almağa gedəndə onları yaxşı qəbul eləmirlər. Siz türkdən dönməzsiniz deyə onları belə aşağılayırlar. Yəni bu mənim yaddaşımdadır. 1960-cı illərin, yəni o zaman İrəvanda o vaxtı ilə İrandan, Türkiyədən köçüb gələn qatı erməni millətçiləri ki, Sovet dövründə biraz onlar pərdələnmişdi, sosialist beynəlmilləçiliyi falan. Ancaq içərilərində o Türkə nifrət çox güclü idi və zaman-zaman da bunu büruzə verirdilər. Yəni Qarabağın Ermənistana birləşməsini istəyirdilər. O zaman Qarabağ erməniləri yaxşıdır, bunların qardaşıdır. Ancaq öz aralarında Qarabağ ermənilərinin, daha doğrusu həmin o vaxtı ilə Xristiyan Albanların indi tarixin gedişində Qriqoryanlaşması və erməni dilini qəbul etməsi prosesini də onlar çox yaxşı bilirdilər və sizə səmimi deyim ki, ermənilərin tarixə yanaşması, öz tarixlərinə sevgisi dünyanın hər hansı bir xalqından fərqlidir, daha güclüdür. Hətta belə demək xəstə sevgidir. Ona görə onlar ən adi bir tarixlərin epizodu da demək olar ki, uşaqdan böyüyə qədər bilirlər, fərqlənir. Məsələn, Fransanın hansı kralının, üzr istəyirəm, xanımı deməyim də, belə, müvəqqəti əyləndiyi qadın erməni olubdur. Ha, bu xanım bilirsiniz, Fransa kralının yaxın adamı olubdur. Fransa krallığının siyasətinə yön veribdir, alıb gedir. Təbliğat ki, bəs biz belə. Yəni, həm də onlar eşitdirmək dillərində çox bağlı idilər öz dillərinə, Qarabağlı ermənilər. Bəli, demirəm, 18-ci əsrdə həmin Alban kilsəsinin başçısı Həsən Cəlal özlərinin Alban olduğunu, məsələn, o 13-cü əsrdə Xudavəng monastır kompleksi Monqol yürüşləri ərəfəsində inşa edilibdir Alban knyazı tərəfindən. Yəni o Xristiyan erməni kilsəsinin tabeliyində olsa da orada Alban Xristiyanlığına aid simvollar qalmaqda idi və 30 illik işğal dönəmində də ermənilər ciddi cəhdlə o simvolları məhv eləməyə çalışırdı. Sonra siz bilirsiniz də Ağdamda Şahbulaq, orada da həmin o ümumiyyətlə bütün Xristiyan məbədlərində Alban xaçını dəyişdirib erməni Qriqoryan xaçı ilə əvəzləyirdilər.